Rəqsanə İbrahimzadə bu istiqamətdə danışacaq. Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Şinarə, hər vaxtınız xeyir olsun. Bəli, hazırda elə iştirak edirik Xankəndi 3-cü Milli Şəhər Salma Forumunda və bugünkü panelin əsas müzakirə mövzuları kəndlər, şəhərlər arası əlaqələrdə onların təmin olunmasıdır və bu prosesdə də iqtisadi baxımdan yenə atılan addımlar xüsusi rol oynayır. Ümumiyyətlə, şəhər salmanın inkişafı iqtisadi inteqrasiyaya da müəyyən mənada dəstək olur. Elə bununla bağlı daha detallı informasiyalar və forumla bağlı fikirləri Milli Məclisin üzvü Vüqar Bayramovdan alacağıq. Xoş gördük Vüqar bəy. Detalları, təfərrüatları buyurun sizdən eşidək. Təbii ki, forumda yalnız konkret institusional olaraq şəhər salma ilə bağlı məsələlər deyil, eyni zamanda şəhər salmanın sosial-iqtisadi inkişafa təsirlərlə bağlı məsələlər müzakirə olunur. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzurda istifadə edilən model həm də bütövlükdə sosial-iqtisadi inkişaf baxımından vacib bir yanaşmadır. Çünki xüsusən də Xankəndi daxil olmaqla ətraf rayonlara, Xocalı şəhərinə yalnız son 2 ildə 65 milyon manat investisiya cəlb olunur. Bu ona xəbər verir ki, şəhər salmada istifadə edilən modellər, yanaşmalar həm də investisiyanın cəlb edilməsinə imkan yaratmalıdır və Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda məhz bu modeldən istifadə edir. Bu təbii ki, bir tərəfdən forum imkan verir ki, şəhər salmanın sosial-iqtisadi inkişafa təsirləri ilə bağlı təqdimatlar olunsun, Azərbaycan təcrübəsinin, praktikasının təqdimatı həyata keçirilsin. Eyni zamanda həm də beynəlxalq ekspertlər tərəfindən və təqdimatlarda da göründüyü kimi Şuşa, Xankəndi və digər işğaldan azad olmuş ərazilərimizdə həyata keçirilən şəhər salma modeli öyrənilir və təqdim olunur. Ona görə də şəhər salma həm də bir institusional olaraq bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək və bugün istifadə edilən modellər, xüsusən də işğaldan azad olmuş ərazilərimizdə bərpa yenidən qurma işləri həm də həmin ərazilərimizin iqtisadiyyatın formalaşmasına bir töhfədir. Qarabağ və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var və ilkin gözlənti ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzur bütövlükdə Azərbaycan iqtisadiyyatının təxminən 10%-ni formalaşdıra biləcək. Bu yaxın illərdə Azərbaycan iqtisadiyyatının 15 milyard manata yaxın yeni dəyərin qatılması anlamına gəlir. O baxımdan bugün modelə çevrilən şəhər salma metodlarının istifadə olunan Qarabağ və Şərqi Zəngəzur növbəti mərhələdə Azərbaycan iqtisadiyyatının driverlərindən birinə çevrilməkdədir. Təşəkkür edirəm. Minnətdaram informasiyaları bizdən paylaşdığınız üçün. Bir daha xatırladım ki, biz hazırda Xankəndidə 3-cü Milli Şəhər Salma Forumunun 2-ci günündə iştirak edirik. 3 gün bu proses davam edəcək və artıq Xankəndidə olan hissəsi bugün yekunlaşacaq və elə yeni şəhər salmanın əhəmiyyəti ilə bağlı burada məsələlər müzakirə olunur və müxtəlif ölkə nümayəndələri burada öz təcrübələrdə bölüşür. Eyni zamanda Türkiyədə zəlzələdən sonra, Azərbaycanda münaqişə dövründən sonra şəhər salmanın əhəmiyyəti və bərpa prosesində göstərilən rol xüsusilə vurğulanır və təbii ki, şəhər salma inkişaf etdikcə köç prosesi genişlənir, köç prosesi artır və insanlar da həmin ərazilərə qayıtdıqca, qayıdış təmin olunduqca müxtəlif iş yerləri salınır, müxtəlif müəssisələr tikilir ki, bununla da iqtisadiyyata həm turizm baxımından, həm də digər iş yerlərinin salınması baxımından böyük töhfə verilmiş olur. Hələlik forumdan çatdıra biləcəklərimiz bu qədərdə açıqlamalar verilməkdə davam edir. BMT nümayəndələr də burada açıqlamaları var. Onlar da elə şəhər ətrafı ərazilərdə urbanizasiyanın önəmi ilə bağlı məqamlara da diqqət çəkiblər. Eyni zamanda şəhər salmanın əhəmiyyəti ilə bağlı, inklüzivliyin bu ərazilərdə təmin olması, rəqəmsallaşdırmanın önəmi ilə bağlı məsələlər də burada xüsusilə vurğulanıb. Çatdıra biləcəklərimiz bu qədər. Söz yerinə sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə forumdan son informasiyaları bizə ötürdüyünə görə